Deməli, uşaqlar, başlayırıq bugün Python-dan proqram yazmağa. Bunu bölmə-bölmə yazacağıq. Yəni bir gün sətirlərə baxacağıq, hətta bir gün sırf indekslə işləməyə, bir gün faildən işləməyə baxacağıq. Bir gün siyahılara baxacağıq, bir gün deflərə baxacağıq. Bugün isə öyrənməli olduğumuz hissə nədir? Bir girişlərə baxacağıq. Girişlər necə verilir? Inputlar. Və bir də nəyə baxacağıq? Ədədin rəqəminə müraciət necə edirik? İkisi üzərində bizim işlərimiz gedəcək. Deməli, başlayaq. Inputları sizə sadə formada demişdim, amma bir də üstündən keçək. Yəni proqram yazılışına başladığımız üçün yenidən baxaq. Normal input yazıram. Yəni input nə deməkdir uşaqlar? Bir sualı oxuyursunuz da, məsəl üçün daxil edilmiş ədədin. Orada birinci sual, məsələn, daxil edilmiş natural ədədin, tutalım ki, rəqəmləri cəmini hesablayın. Düzdür? Daxil edilmiş natural ədədin rəqəmləri cəmini. Yəni, daxil edilmiş natural ədədir və yaxud da daxil edilmiş siyahının elementlərinin. Düzdür? Daxil edilmiş siyahının. Yəni, sənin inputun nədir? Nə istəyir səndən? Daxil edilmiş həqiqi ədədin. Deməli, burada bir floatdan söhbət gedir. Və yaxud da daxil edilmiş mətnin, ya da sətrin, daxil edilmiş sözün. Bunlara birinci diqqət eləmək ki, bizdən nə istəyir? Deməli, əgər bizə daxil edilmiş sözün deyirsə, biz input yazmalıyıq. Ki, bugün STR-lərdən getmir də, STR tipi bir şey istəyirsə. Yox, əgər, yəni normal input, sadə, susmaya görə STR-i göstərir. Daxil edilmiş natural ədəd deyirsə, əslində natural ədəd deyil, çünki burada mənfilər də yazmaq olur. Int input. Tam ədəddən gedir söhbət. Yəni int tam ədədi göstərir. Natural ədəd deyəndə sıfırdan və yaxud da mənfidən söhbət gedə bilmir axı. Tam ədəd deyirsə, A bərabərdə int input girişi veririk. Natural ədəd yazırsa və yaxud da tam ədəd yazırsa. Həqiqi ədəd, kəsr ədəd, bu tip nöqtəli ədəd, bu tip sözlər görsəsə, A bərabərdir. Lad. Input yazırıq. Belə olur. Aydındır. İndi gələk siyahının yazılışına. Məsəl üçün, gəlin bunu sadə bir formada baxaq. Məsəl üçün, 2 tam ədədin toplanması. Daxil edilmiş 2 natural ədədin toplanması. Artıq sən 2 natural ədədin deyir, daxil edilmiş. Nə fikirləşirsiniz uşaqlar? Bu da söhbət nədən gedir? Bir A ədədi, bir də B ədədi input verəcəyik. 2 dənə input verməliyik, bəli. Int, input. Intdə çıxışımızı göstərir. A plus B. Run etdiyimiz zaman bu belə. İndi bir dənə siyahının da girişinə baxaq, sonra davam edək. İndi uşaqlar, normalda biz 2-dən getdi söhbət, 5-dən getdi, nə bilim, 1150-dən getdi. Bir rəqəmdən gedir, bir elementdən gedir də söhbət. Bir element üçün, dedim, 2 dənə giriş deyəndə nə verdiniz? 2 input verdiniz də. Bir dəyişən üçün də 1 input verdiniz, düzdür? Amma siyaha deyəndə artıq bir inputdan getmir axı söhbət. Bir neçə input lazımdır bizə. Yəni, məsələn, 10 dənə tutalım ki, elementli siyahıdır. 10 dənə input qoymalısınız, düzdür? 20 elementli siyahıdır. 20 dənə input lazımdır sizə. Amma siyahının da neçə elementi olduğunu həm bilmirik. Bu bir, neçə input qoyaq. Və ikincisi də ki, kodumuz da çox uzun olmaz. 10 dənə input qoysaq, 20 dənə input qoysaq. Ona görə də bunu yığcamlaşdırmaq üçün bir dövrə salırlar. N bərabərdir int input. Bu n bizim neçə dənə elementimiz olduğunu göstərəcək. İndi yazaq. S bərabərdir. S yazmayayım, çarxdırmayayım sizi. L yazmayayım. L bərabərdir. Dili dəyişmişəm. Bir dənə boş siyah verirəm. Hansı ki, biz bütün elementlərimizi bu siyahının içinə yığacağıq. İndi dövr veririk. For in range. Sıfırdan n'ə qədər.
Dedik ki n bizim element sayımız istəyir, düzdür? Baxın fikirləşək. N 3'dür sualım ki, düzdür? Deməli bizim neçə elementimiz olacaq? For i neçə hansı qiymətlər alacaq? 0, 1, 2, 3 dəfə qiymət alacaq i. Yəni 3 dövr olacaq forda. N-i 5 versək 0-dan 5'ə qədər 0, 1, 2, 3, 4 i 5 qiymət alacaq. Yəni 5 dəfə dövr olacaq. Və biz yəni n sayda dövr yaratmağı bacardıq. Və n sayda input gətirəcəyik bura. A bərabərdir int input. İndi burada int yazmağınız sizin elementinizdən asılıdır. Natural ədədlərdən ibarət siyahı deyirsə, bura int olacaq. Ümumiyyətlə ədədlərdən ibarət siyahı deyirsə, bura adicə input olacaq. Və yaxud da həqiqi ədədlərdən input deyirəm, float olacaq. Sözlərdən ibarət siyahı deyirsə, artıq burada nə olacaq? Sadə input olacaq. İndi uşaqlar buradan gəldi. Düzdür? Hər dəfə A-dan gəldi bizim elementlərimizi input elədik. İndi dedik o elementlər hansı siyahıya yerləşdirəcəyik? El siyahısına. Doğrudur. Siyahının sonuna əlavə etmək hansı termin idi bizdə? Append. Bəli. L.append bax app edir sonuna. Append. Append A. Yəni A-nı el siyahısının sonuna əlavə et. Gəlin indi print verib, bunun girişinə baxaq görək necə işləyir. Print L. El siyahısını çap edək. Uşaqlar neçə elementimiz olsun? Siyahıda təxmini bir element sayı deyək. 3 məsəl üçün. 3 dənə. Aha, bax bu indi birinci verdiyimiz n-dir. Neçə element olsun odur. İndi elementləri vereyim. Məsəl üçün 34, 65, 122 məsələn. 3 dənə sonunda enter verdikdə sizin artıq siyahınız çap olunacaq. 34, 65, 122 sırayla gəldi. Aydındır bu hissəsi sizə. Gəlin istəyirsə burada hər dəfə printdə verim, siyahını print eləsin. Print L. L siyahısını hər dəfə print eləsin. Siyahının gediş formasına baxın. Gəlin. 4 dənə element verək. Məsəl üçün 3, 5, 3, 6. Gördünüz necə gedir? Siyahının irəliləyişi necə olur? Aydındır. 2 saniyə. Aha. Deməli, bu siyahının daxil oldu. Siyahının daxil edilməsindən bağlı sualımız var uşaqlar. Və bu 5 sətri mən həmişə deyirəm ki, əzbərləyin, anlayın, başa düşün. Hər nə edin, əzbərə bilin. Yəni mən sizdən yuxuda oyatdım sizi, soruşdum, bu 5 sətr əzbərə bilinməlidir. Siyahı necə daxil edilir? Bunu mütləq bilin. Demək olar bir sualın yarısı olur bu. Həmişə bir dənə siyah sualı düşür. Daha sonra indi başlayaq. İndi biz deyirik ki, gəlin necə eləyəcəyik? Sadədən başlayacağıq. Sadədən. Sonra yavaş-yavaş eyni məsələni orta, çətin edəcəyik. Yenə sadə, orta, çətin formada gedəcəyik. Birinci başlayaq sadə. Daxil edilmiş natural ədədin rəqəmləri cəmin hesablanmasından başlayaq. Gəlin başlayaq. A bərabərdir int input. Input. Baxın, daxil edilmiş natural ədədin. Okey, burada int. Rəqəmləri cəminin hesablaması. Burada bir cəm sözünü eşitdiniz. Deməli, sizə mütləq bir sayğacı lazımdır. S bərabərdə 0 qoyuruq. Bu nə üçün lazım olur uşaqlar? Bunu algoritmdə də sizə demişdim. Çünki bir eyni şeyi dəfə ilə dövr formasında həll edirsənsə, toplayırsansa, sayırsansa, çıxırsansa və yaxud da hasilini tapırsansa, fərqi yoxdur, dövr formasında edirsənsə, hər dəfə əvvəlki qiymətin üstünə yenisin gəlməlisən. Və ən birinci işə düşəndə S bərabərdir S plus I hissəsi var. Oradakı S plus I eləyəndə deyəcək S nədir ki, üstünə I-ni gəlim. Yəni ilkin bir qiymət istəyəcək. O olmazsa o xəta verəcək. Ona görə də S-ə başlanğıc qiyməti qoyuruq ki, birinci dövrdə xəta verməsin.
Bu oldu bizim sayğacımız. Sonra dövrə başlayırıq. While nə qədər ki A böyükdür sıfırdan. Yəni A-nın tam hissəsi qalmayacaq. İndi baxaq. Həmişə belə sayılır. Q bərabərdir. A-nın, yəni bu dəyişən adları dəyişə bilərsə öz yerində. A-nın 10-a qalığı A bərabərdir. A-nın 10-a tam hissəsi. Bu ikisi rəqəmlərə müraciətimiz. Yəni bugünkü dərsdən çıxarışımız bizim budur. Yəni rəqəmlərin tapmaq deyəndə nə etməliyik? Q bərabərdir A-nın 10-a qalığı, A bərabərdir A-nın 10-a tam hissəsi. Bunu mütləq etməliyik. Aydındır. İndi S-in üzərinə biz nəyə gəlməliyik uşaqlar? Q-nü. Bəli. Q bizdə nə olacaq? Baxın, məsəl üçün 1255 deyirik. Düzdür, 1263 məsələn, fərqi yoxdur. 1263 deyirik. 1263 deyəndə Q 10-a qalığı bizə nəyi verəcək? 3-ü verəcək, doğrudur. 3-ü. Sonra 1263-ün 10-a tam hissəsi 126 olacaq. Sonra 126-nın 10-a qalığı 6-nı verəcək. 126-nın 10-a tam hissəsi 12. 12-nin 10-a qalığı 2. 12-nin 10-a tam hissəsi 1. 1-in 10-a qalığı 1. 1-in 10-a tam hissəsi 0 və dövr bitəcəkdir. Aydındır. Yəni burada A nə qədər ki fərqlidir, sıfırdan da yaza bilərdik əslində. Və hər dəfə o tapdığımız sonuncu rəqəmi S-in üzərinə gələcəyik və print eləyəcəyik S-i. Dövrdən çıxanda. Baxın, burada eləsək S-in bütün qiymətlərini verəcək dövrün içində etsək. Ona görə dövrdən çıxanda edirik. Print edirik S dəyişənini. Yoxlayaq. Görək işləyirmi? Burada səhv etmiş olaraq. 5, 13. Rəqəmləri cəmi 13 edir. Doğrudur, hə? İndi uşaqlar, burada sizə keçən dəfə mən sınaqda proqram vermişdim. Xatırlayırsınız? Orada demişdim ki, ədədin özü sonda bizə lazım ola bilər. Hansınız xatırlayırsınız bu söhbəti aramızdakı? Yadıma düşdü müəllim. Orada da bir dənə C dəyişəni qoyub C-ni A-ya bərabər eləmişdik. Belə bir şey olmuşdu. Bəli. Demişdim ki, burada əgər mənə desə ki, məsələn, deyir ki, indi 1435-dən 13 aldıq da, düzdür, rəqəmlər cəm 13. Məsələn, sualım belə olar. Ədədin özünün, natural ədədin özünün rəqəmləri cəmindən neçə vahid böyük olduğunu tapan proqramı hazırlayın, yazın, nəsə, qurun. İndi bu zaman mənim axı 1435-im A-da xırdalandı yavaş-yavaş. Hissələrə ayrıldı, rəqəmləri götürün. A bitdi. Mən bu 1435-i hardan alım ki, çıxım? Düzdür? Baxın, burada dedik ki, tutam ki, açıq eşitdik. A çıxsın eşitdik. 1435. Mənfi 13 oldu. Çünki A-mız gəldi sıfıra çatdı axı. Deməli, biz burada nə etməliydik? Bir dənə kopya çıxartmalıydıq. Xatırlayırsan Dəyanət? Bəli, demişsiniz ehtiyac saxlayırıq ki, sonradan onu istifadə edə bilərik. Bəli. Deməli, bir nüsxə saxlayırıq ona görə. Bir kopya çıxardırıq. Deməli, C bərabər olsun A-ya. Burada bir dənə kopya çıxartdıq ki, dövrdə A zədələnsə də C-yə heç bir şey olmasın. Və burada nə edirik? C çıxılsın S yazırıq. Copy saxladıq özümüz üçün. Neçə idi rəqəm yadımdan çıxdı. Nəsə fərqi yoxdur. 1456 enterlədik. 1440 rəqəmləri cəmin çıxdı. 16-nı qaldı 1440. Aydındır. Yaxşı, bəs desək ki, daxil edilmiş natural ədədin elə cüt rəqəmlərinin sualıma Dəyanət cavab versin. Bundan sonrakında Sübhan sənə soruşacağım. Daxil edilmiş natural ədədin cüt rəqəmlərinin hasilini tapan proqram.
Nə dəyişiklik etməliyik burada? Bu proqram üstə nə dəyişiklik etməliyik? Kün ananı dəyişməliyik. Orada kün anla qalığı vermisiniz, onu dəyişməliyik. Niyə? Cütə də edəcək. Yox. Cüt ədəd demirəm. Deyirəm ki, daxil edilmiş natural ədədin rəqəmlərindən cüt olanların hasilini. Hansılar ki, cütdür. Sualı deyəndə sən nə eşidirsən, nə deyirəm sənə? Məsəl üçün, bunu bir 1400 nə bilim neçə kimi bir şeylə müqayisə elə. Bir ədəd götür adi dillə də, yəni şifahi izah et görək. Təbii dillə də görək. Nə demək istəyirəm? Nəyi istəyirəm buradan səndən? Yəni ədəd götürürük, ədədin rəqəmlərin hasilin. 1436'dır Hə, məsəl üçün. Hə, buradan nə çıxmalıdır? Inputumuz 1436'dır. Print nə olmalıdır? 1436-nın hasili. Yox, yox. Cüt rəqəmlərinin hasili deyirəm. 14 ilə 6 təhsil onda. Bəli, 4 ilə 6-nın hasili lazımdır bizə. 4 ilə 6-nın hasili. Yəni 24. İndi burada bizdə bir nə yaranmış olur? Hə? Yəni nə yaranmış olur beynimizdə? Burada onsuz da rəqəmləri tapırıq. Okey, rəqəmləri tapdıq. Heç kopya bizə lazım deyil. Rəqəmləri tapırıq. Bu rəqəmlərin nə olması lazımdır bizə? Cüt. Cüt. İndi o zaman burada bir şərt doğur da ki, əgər cütdürsə vuraq. 2-yə bölünəndə qalıqda 0 alınması şərti. Aha, şərti necə qoyuruq? Şərt necə qoydurdu? If. Bəli, if künün 2-yə 2-yə qalığı qalığı 0-a bərabərdir. bərabərdirsə 0-a. Mhm. İndi hasil istəyirik də biz mən nə yazmalıyam o zaman? S bərabər Q vura. A hardan çıxdı? A-nın tam qalığı yazmadıq. Yuxarıda A bərabər A-nın tam qalığı. Tam hissəsi. O A-nın rəqəmlərin bir-bir itirmək üçündür ki, mən sonuncu rəqəmi alım. Yəni bizim rəqəmlərimiz Q-lərdir hamısı. S bərabərdir, S vurulsun Q olmalıdır. S vurulsun Q olmalıdır. Yəni mənim rəqəmlərim işim Q-ləndir. A-nı ona görə azaldıram ki, həm dövr bitə bilsin, dövrümüz bitsin. Həm də hər dəfə sonuncu rəqəmi tapa bilək. Sonuncu rəqəmdən qurtulaq. Aha, indi burada bir dənə də dəyişiklik etməliyəm, Dəyanət. Nə etməliyəm səncə? Proqrama bax gör, nəyi dəyişməliyəm? Hı? Q bərabər A-nın Yo, qalığı bax, yazırız. bununla Onu işiniz dəyişməliyik. olmasın. Bax, bu rəqəmi tapır. Bax, bu stabil qalacaq burada. Bu rəqəmləri tapır. Bu ikisi elə bir etalondur bizim üçün ki, rəqəmləri tapsın. Biz burada başqa bir şey dəyişməliyik. Nəyi dəyişməliyik? Hasildirsə, bax, deyək ki, S sıfırdır. Elə. Sıfırı hər dəfə vuranda 0 vurulsun 6. 0 olmayacaq. 0 Nə? vurulsun 3. 0 olmayacaq. Deməli, biz burada cəmdə 0 qoyduq. Amma hasil hesablayacaqsa bura nə yazmalıyıq, Dəyanət? Başlanğıc dəyərimiz Sıfırdan neçə böyük. olmalıdır? Neçə? 1. 1, Bir. bəli. 1 olmalıdır. Bu formada tapacağıq. İndi gəl yoxlayaq proqramımızı run edək. Buradan bizə nə çıxmalıdır? 24. Enter edirik, 24 verir bizə. Aydındır. İndi Bəli. sıra Sübhandadır. Yusif, qoşula bildin oğlum sən? Bəli, mən Mövzunun başını qaçırtdın, biraz gec qoşulmusan, bilirəm o yarım saat. hissələrini. Necə? Biz Məhdidə eyni mövzudayıq, ona görə bilirəm o hissələrini. Lap yaxşı. Aha. İndi başlayaq. Deyirik ki, burada nə edirik indi? İndi mənim sualım o olacaq ki, Sübhana, Sübhan, Bəli, sən bəli. belə eləyəcəksən. Aha. Hansı ki, rəqəmləri bir ədəd götürəcəyik.
O ədəddən hansılar ki, rəqəmləri sadə ədədlərdir, onların sayını tapsın. Rəqəmi sadə olanların sayını. Aha, Necə rəqəmi edərik? demək bir dənə kodda demək A bərabərdir input verilibdir. Olduğu Aha. kimi qalacaq. Ədəd daxil olunubdur. Sizə sanayım. Sonra sayını dediniz də. Ona görə S-i 0 götürəcəyik saymaq üçün. Bəli. Sonra deyin ki, while nə qədər ki A sıfırdan fərqlidir və yaxud da sıfırdan böyükdür. Bu Q ilə A olduğu kimi qalacaq. İndi Aha. Bu rəqəmləri tapılırsa, aha, bundan işimiz yox. rəqəmlərini tapırıq. İndi bizə burada lazımdır ki, əgər şərti belə qoymalıyıq da, sadə deyirsə, biz mürəkkəblərin çıxmağımız üçün Hı e, -hı. əgər ki Q-nü 2-yə böləndə qalıq sıfırdan fərqlidirsə və 2 deyilsə, e, onda Bəs S belə 9, olduğu kimi məsəl üçün. qalacaq. O da var. Bəlkə bir siyahıda göstərək Onda bunu. necə eləyir? Əgər Ola bilər. Q-in, indi bu siyahının içində nə yazmalıyam mən? İçindədirsə sadələri. Necə yazıram? Sadə Sadələr ədəddən hansıdır? yazırsınız bir. Aha, hansıdır sadə 2 var, rəqəmlər? 3 var. Çoxdur yəni 2. belə deyəcək. Yox, Aha. sadə rəqəmlər. Rəqəmlərdən gedir işimiz Ə, bizim. rəqəm, bir dəqiqə, rəqəm nəyə deyirsiniz? Düzdür, indi başa düşdüm. Hə, 2-dir, 3-dür, ondan sonra 5-dir, 7-dir. Bundan olmasın, qalanları olsun. Onda belə yaza bilərdik ki, əgər ki Q 2-yə, 3-ə, 5-ə və 7-yə bərabər deyilsə, və Sadə yaxud da olmayanları axtarırıq. Biz sadə olanları axtarırıq axı. yox, hə, onda Sadə olmayanları bərabərdirsə, istəyirik. S-in üstə hər dəfə 1 gəlir. Yox, Sadələri sadələri heç saymırıq biz. istəmirik sadə. Bəli, bəli. Hə, fişoda əgər Q bunun içindədirsə, bunlardan biridirsə, yəni fişo in. Aha, onda S bərabərdir S plus 1. Hər dəfə 1 gələcək. Bəli. S plus 1. Yaxşı, içində olmasa nə istəyərik? Mürəkkəbləri istəsə nə yazarıq burada? Nə dəyişiklik edərik? Mürəkkəblərini istəsə yazardıq ki, not da yaza bilərdik və yaxud da məsələn mən başqa In cür not. yazardım. If Q in 2, 3, 5, 7-dirsə, S bərabərdir isə əks haldasında S-in üstə 1 gəl. Belə də yazardım mən. S bərabərdir isə Yəni S-i heç bir dəyişmə. şey. Əks haldasında gəl də. Əslində mən birinci elə formada düşündüm. Aha. Yoxlayaq görə işləyirmi? Nə yazar? 2, 3, 4, 5, 5, 4, 4, 2, 1. Nə çıxmalıdır buradan? 1, 2, 2, 3, 4, 5. 5 Düzdür? dənə. Aha. İşləyir, düzdür. İndi gələk Yusifə verək sual. Aha. Yusif, deyək ki, daxil edilmiş bir siyahıdır. Bu dəfə siyahıdan gedək. Daxil edilmiş siyahıda, elə, daxil edilmiş siyahıda eninci və yaxud da məsələn n rəqəmi olsun. N rəqəminin sayını tapsın. N rəqəmi bu siyahıda neçə dəfə istifadə olunub? Necə edərik? Siyahının daxil edilməsini keçmişsiniz Yusif, yoxsa yox? Və orada şey olacaq da. Bir dəqiqə. Siyahının Ə, daxil edilməsini keçmişsiniz ümumiyyətlə? list map kimi şey olur da. Yox, map yoxdur bizim proqramda. Gəl bir dənə tez göstərim sənə. A bərabərdir input, bir dənə boş siyahı qoyursan. B bərabərdir, bir dənə konteyner yaradırsan. Gördün? Bəli. Sonra deyirsən ki, for in range sıfırdan A-ya qədər. Bu səndə göstərir ki, neçə dənə element daxilləsin. Başa düşdün? A qədər. Bəli. 3 dənə, 4 dənə. Sonra deyirsən ki, məsəl üçün K bərabərdir int input. Burada float falan da ola bilər də, nə istəyirsənsə, elementi nədən ibarət olsun istəyirsə.
Sonra da onları hər dəfə gələn inputları atırsan B-yə. B.append B-yə append edirsən K-nı. Aydın Yusuf. Bəli. Aha. Siyahının girişini verdim sənə. Siyahını daxil etdin. İndi bir-bir elementləri necə daxil eləyəsən? Necə baxasan bir-bir elementlərə? Burada şey lazım say bərabər A nöqtə count məsələn n. Necə? Say bərabər necə? A-nın A siyahımız var da. A deyil, siyahımız B idi. Yaxşı, B siyahımız var. Orada Aha. məsələn n rəqəmini daxil eləmişəmsə, bu rəqəmi səni tapmaq istəyirsə, onda B nöqtə count mütərizəsində içərisində n. Yox, sən biri var, məsəl üçün 123-ü axtarırsan. Elə. Bəli. Bir də var ki, məsəl üçün 123-ün içində 3-ü axtarasan, 3-ləri axtarasan ancaq, başa düşdün? Gəlin bunu bir dənə təkcə eləyək. Məsələn, bir rəqəmin içində, sonra siyahı da eləyək. Belə başa düşmədiniz, görürəm ki. Gəl belə eləyək. Bax, məsələn, bu aşağıda ədəd var, 234, 55, 44, 31 bu. Məsələn, bunun içində mən 4-ün sayını axtarıram. Neçə dənə 4 var? Burada onu da bayaq kimi vailə salacağım, bir-bir rəqəmi baxacağım. Hə, 4-ə gəlin bərabər belə sayı bir baxaq. artıracağım. Okey. Yaxşı. Bunu düzdür, STR-lə də eləyə bilərik. STR formasında da baxa bilərik. O daha qısa olar. Prosto mən sizə rəqəmləri tapın. Bugün rəqəmlərə müraciət edirdim. Rəqəmlər üzərindən gedirik. Aha, nə yazaq? A nöqtə n bərabər int input, sonra Aha. while açacağım. Birbaşa var. Yaxşı, başqa bir A rəqəmini axtaracağım. Yəni qəbul edəcəm. A bərabər 0. Aha. Sonra. Sonra while-in içində n böyükdür 0 olacaq. En böyükdür 0-dan. Aha. Başa nöqtə. Sonra bayaq kimi burada Q bölü M faiz 10, M bölü 10. Q bərabərdir n-in 10-a qalığı. N bərabərdir n-in 10-a. Bir də Hamısı while-dən düzdür. yuxarıda məsələn sayını bilmək üçün ədədə yazmalıyıq da. Ay sağ ol. Bayaqdan bunu gözləyirəm ki, yəni hansı ədəddən tapaq? Bəli. Hansı ədəd tapaq? K B bölü bərabərdir int input. input. Aha. Yəni bu ədədin sayını tapacağıq. K Sonra ədədinin. while-in içində təzədən Aha, if açacağım orada. If Aha. n bərabərdir K, qoşu n nöqtə A bərabərdirsə plus K-ya. bərabərdir. Aha. A plus bərabərdir. A qoymuşduq bura. Ha. A bərabərdir A plus 1-ə. Aha. Axırda sətrin başından print A. Yoxlayaq. Bir rəqəm daxil edək. Axtardığımız rəqəmdə 4-dür. 3 çıxartmalıdır. Bizə düzdür. Enter. 0 çıxart. Niyə? Başınız Ha. dəyişəndə problem. M bərabərdir K-ya yazmamalıydıq. Q bərabərdir K yazmalıydıq. Bəli. Bir saniyə. Aha. İndi işlədi. Özümüzdən qaçıb en yazmışıq. Vəsiya. Bu belə. İndi bu şey istəyirəm ki, bunu Yusuf siyahıda eləyək. Yəni siyahıda yazaq ki, siyahıdakı elementlərdən neçə dənə tərkibində bundan istifadə olunur. Məsələn, 4 rəqəmindən istifadə olunur. Məsəl üçün. Siyahıdakı elementlərin içində. Necə edərik o zaman? Yəni bu hissədən bir neçə dəfə istifadə edəcəyik də buradan. Bunu bir def edə bilərik.
Hı? Edə bilərik bir dənə def uşaqlar. Gəlin bunu mən yazım. N bərabərdir input, K-nı verdik. Bir dənə siyahı daxil edək onda. Input. Şimdi burada siyahı lazım olacaq da. Input biraz dəyişiklik edəcək. B bərabərdir boş siyahı. Buraya in range. Burada nə var? T bərabər. Bir yapın edirəm T-ni. Aha, siyahımı düzəlt. İndi mənə lazımdır ki, elə mən deyirəm ki, hər dəfə dövr eləsin və nə etsin? In range. İ'ni işlətmişik burada. Baxın, for in range eləmişik. Bu dəfə i işlətməməliyik. Məsələn, j qoyarıq bunun yerinə. For j in range yenə sıfırdan n'ə qədər. Yenə qoy n dəfə deyirik dövr eləsin. İndi nə etsin? Bizim bir defimiz olacaq burada. Def. Mən siz siyah niyyətə baxın, nə tutursunuz ki? Nə? Ə, Məsələn, mən aşağı yazıram 1, 1, 2, 2, 3, 3, 4, 4. Bunların nə fərqi olur ki? Bir saniyə mən bir dənə PDF lövhə açım görüm nə deyirsən. Hadi qələm qoşmamışam. Bir də de nə zəhmət olmasa nə demək istəyirsən? Bir də de. Yəni, məsələn, mən koda promo şey kimi başlamaram. Orada A bərabər input, axırda Hı. split eləyirəm. Sonra M bərabər input eləyirəm. In A-da N-lərin sayını tapıram da. Siz dediniz, yəni bundan nə fərqi olur ki? Siyahıya splitlə də çevirə bilərsən. Okey. Amma belə bir şey var. Split STR-i çevirməyəcək. STR İndi eləyəcək A-nın axı. başında int olduğunu demirəm axı. Promo input eləyirəm. Bildiyimi input elədi nə? Sonra sən rəqəm üzərində işləməyəsən. Hamısını STR Bəli. kimi eləmək istəyirsən. Bəli, belə bir şey. Rəqəmlə işlədiyimiz hallarda bəzi hallar indi mən sizə bundan sonra məsəl üçün şey yazdıraram. Siz deyin. Palindromluğu yazdıraram. Məsələn, palindromluqda sadə STR ilə yazarsan gedər. Amma məsəl üçün rəqəmlə yazılası hallarda mən tərəfkeşiyəm ki, dövrlə yazasınız. Çünki orada gözləmədiyiniz elə bir xəta ola bilər ki, orada sizə problem yaradar. Yəni STR işləməz orada. Listin intə çevirəndə problem olur, intə çevrilmir birbaşa və s. Ona görə yəni bu ən necə deyim, doğru yoldur və sualda da verəndə deyirlər ki, məsələn, dövrlə yazın. Salam ki, bəzən olur elə bir şey, dövrlə həlli. Ona görə bu öyrətdiyim üsul, yəni əgər din imtahanına hazırlaşırıqsa, din imtahanında belə ən doğru deyilən yoldur da. Bununla öyrənməyinizin tərəfkeşiyəm. Map yoxdur ümumiyyətlə bizdə. Splitlə eləyə bilərsiniz. Amma splitlə o zaman eləməyinizin tərəfkeşiyəm ki, əgər STR eləyiriksə. STR eləyəndə okey, join split çox istifadə eləyəcək birazdan. Amma rəqəmə müraciət ediriksə, bunu etməyiniz daha yaxşıdır mənim üçün. Çünki sırf rəqəmlə işləyirsiniz. Int yəni. Aha, for in range edirəm. Aha.
Forjin range etdikdə mən nə edəcəydim, unutdum. Hə, def qurasıydım burada, düzdür? Aha, def qururdum, yox. Defimiz nə etməlidir bizim? Deyirik ki, bizdə hər dəfə gəlməlidir. Defə bir ad qoyuruq da, yəni definition yaradırıq burada. X qoyun, nə qoyursunuz qoyun, yəni fərqi yoxdur. Onsuz da bu X burada nə idi? Dəyişənlərimiz iki cür olurdu. Yadınızdadır, necə cür olurdu? Formal bir də faktiki Ay, sağ ol. İndi bu parametrlər nədir? var. Formal parametrdir. Formal parametrdir. Faktiki deyil yəni. Fx qoyuruq. İndi fx bunu düzəldim. Bir saniyə. Aha. Ha. Bərabərdir. Sıfırı da buradan qoyum. Bunun daxilində yazım. Proqramın içində tapsın bunu. A sıfırdır. Nə qədər ki belədir. Ay, külərini də yerləşdi. Bir saniyə. Elə bilirəm ki, qəşəng olmur yanda. Düz durmur. If hissəmiz lazım deyil. Yox, lazımdır. Ifdə nə edəcəyik? Hə. Q bərabərsə K-ya dedikdə düzdürmü 4-dürsə A-nın üstlərinə 1 gəlsin. Və indi burada nə etməlidir uşaqlar? Nə verməlidir əgər söhbət cavabı necə qaytarırdı defdə? Returnlə. Bəli, return-la qaytardı. Return eləməlidir A-nı bizə. İndi burada da çöldə də bir dənə xarici dəyişən qoyacağıq. Deyəcək ki, S bərabər olsun sıfıra. Məsəl üçün. Aha. İndi hər dəfə deyirəm ki, amma bunu elə qurum ki, qoy siyahıdan gəlsin ya da forje in B edirəm bunu. Forje in B. Yəni sırf forje in B yazışı odur ki, uşaqlar bunu bilirsiniz də, siyahıdan yazmışdıq biz testlər. Biri var bu aralıqda gəlsin range deyirik. Bir də var ki, forje in B J birbaşa B siyahısındakı elementləri alır, özünü alır elementlərin. Yəni bir aralıqda bir qiymət almır. Forje in B edirik. Bu zaman deyirəm ki, S bərabər olsun. S plus. İndi defdən istifadə edirik. F'imiz nə idi? X'in yerinə də nə yazacağıq? Hansı rəqəmi götürsün? J rəqəmini götürsün. FJ. Yəni hər dəfə FJ eləsin, qaytarsın. Burada da return A-nı qaytaranda FJ-nin yerinə A qiyməti gələcəkdir. Bence burada bir problem yoxdur. K-nı biraz başda versək daha yaxşı olardı. Daha səliqəli görsənər. Defi də əvvəldə versək yaxşı olardı. Maybe. Bərabərdir input. Həsən, burada sorunumuz yoxdur. İndi birinci N-i daxil edəcəyik. Sonra K-nı, sonra siyahının elementlərini. Aha. Sonra gələcək hər dəfə toplayacaq. Fx-i defdən onu götürəcək. While return A. Bu görünüşdə bir problemimiz yoxdur. Printdə A-nı çap eləməməlidir. S çap eləməlidir. Print S. Müəllim, biz burada nəyi tapmaq istəyirdik ki, ümumiyyətlə sualda? İndi görəcəksiniz. Aha. Elementlərimiz olsun, məsəl üçün, siyahıda 5 dənə element olsun, düzdür. Elə ki, bir siyahıda işlənən 3 rəqəmlərinin sayını tapırıq, məsələn, 3 rəqəmlərinin sayı, düzdür. İndi siyahımızın elementlərini daxil edirik, məsəl üçün, 312, bu birinci olsun. 1333, neçə dənə demişdik, olsun. 5 dənə, siyahımız 5 dənə 5 dənə elementdən ibarətdir. Aha, sayın görün neçə dənə 3 istifadə edəcəyik. Birində də ümumiyyətlə 3 qoymayayım, qoy. Buraca neçədir? 4, 5, 6 dənə var. Bunda da lap heç qoymuram. 3.
Not different. Niye olmadı? Def is not defined. Niye tapmadı ki defi? Def J koysun yerine. Defi yukarıda yazaq bəlkə. Bir saniye. Kıs. Aynen. Da nəysə rəqəmləri səhv eləmişik. Hə, bunlar dəyişməmişik ki, bayaqdan qalıb bunlar. Baxın uşaqlar, nədir məsələ? Deyim nədir? Mən burada dəyişdim, axı təzədən n bərabər int input qoydum, b qoydum, belə elədim, düzdür? İndi mən burada qoymuşam ki, f(x)dir, düzdür? X nə qədər ki böyükdür sıfırdan. X-in 10-a tam hissəsi. X. X. Şey, indi olacaq. Buradan sonra bu n buna ait değil de. Bu dəfə 3 elementli verdim. 4 tane sayını istəyirəm. Ne problem yaşayırıq ki? Burada bir dənə görün nə problemimiz var ki bizim. Def idi, A-nı verdi. Aha. X nə qədər ki böyükdür sıfırdan ona qalıb ona tam hissəsi. Bəlkə hardasa sintaktik səhv eləyirsiniz, nəysə. A-nın üzərinə 1 gəlsin, return eləsin A. Yenə int input vermişəm. B siyahıdır. S bərabərdir 0-a. K bərabərdir int input. For in range. T'ni append elə. Siyahımız düzdür də T'ni append elə B-yə. Hiçbir səhv yoxdur axı burada. T'ni append elədik. Aha. For in range. Lan edək görək. Element 3. Ha, işlədi indi. İşlədi. Burada sizinlə gözümdən qaçmışdı bayaqdan niyə işləmir? Defin yeri deyildi məsələ. Və bu return var ya uşaqlar görürsünüz. Return'ü dövrün içində vermişdim. Return amma dövr bitəndə olur. Və while-la belə. Mən bu xətti burada gördüm. Bu xətti götürdüm buradan elə return yazdım. Return burada olmalıydı. Bayaqdan o işləmir. İndi bax proqram nəyi tapdı? Bir siyahı oldu. 5 dənə elementi. Gördünüz 3334, 2213, 23, 445, 33. Bunların içində işlənən üçlərin sayı lazım idi mənə.
Bunda nə etdik? Int input verdik, B siyahısı verdik, K verdik. Sonra getdik hər dəfə siyahını, bu hissəni siz bilirsiniz, siyahının mənimsədilməsidir. Burada bir dənə K hansı ədədi tapdırsın, odur. Sonra def verdik. Defin içində hər dəfə sayı hesabladı. Həmin ədədin rəqəmlərinin sayın. Gələn dəfə dövrə başlayanda A yenə 0 olacaq. Yəni başdan sayacaq. Hər dəfə return də A-nı. Yəni A-nı bizə bir dəyər kimi qaytardı. Ki neçədə nə var? Yəni dənə-dənə. Bu 3334-də məsələn 3 qaytardı. Qaytardı. Burada da for j in b hər dəfə s-in üstünə gəldik fj funksiyasının qiymətini, yəni return-ın. Print elədik s-i. Aydındır nə etdiyi. Sübhan başa düşdün oğlum indi nə edir? Bəli, bəli, indi başa düşdüm. Sualınız var bura qədər? Tamam. Ben kodu grup atabilirsiniz. Odur. İstəyirəm sonra gedəcək. Kim istədi kodu? Ben Səsini seçəmirəm. Yusuf sənsən? bəli. Bir saniye, burada bir dənə kod yazmışdıq. Uşaqlara demişdim, onu atsınlar mənə. O koda da baxaq. Xoşum gəlmişdi ondan. Hə, indiki sualımız belədir uşaqlar. Daxil edilən natural ədədin rəqəmlərindən, eşidirsiniz, daxil edilən natural ədədin rəqəmlərindən. Siz beyninizdə bir dənə natural ədəd tutun, hansı ədəd? Neçə müxtəlif cüt rəqəmin təkrarlandığını tapın. İndi neçə müxtəlif cüt rəqəmin təkrarlandığını tapın nə deməkdir? Məsəl üçün, natural ədəd verirəm. Bunun içindəki cütlər hansıdır? Məsələn, 2, düzdür? 2-yə baxıram, təkrarlanıb, hə, olacaq 1 sayacaq. Sonra 3-ə baxıram, 3 tək deyil. 4-ə baxıram, 4 cütdür və təkrarlanıb 2, 5 təkdir zaten, 6 təkrarlanmayıb. 5 dedik, 4'ü saydıq artıq, 2'ni saydıq, 3'ü saydıq, 4'ü saydıq, 8. 8 də təkrarlanmır. Yəni bu rəqəmdən mənə 2 çıxartmalıdır. Bildiniz nədir? Inputumuz budur. Printimiz 2 olmalıdır. Necə yazarıq? Müəllim, birinci n-i daxil eləyək, hələ ki. N bərabərdir. Bərabərdir input olar. Sonra s daxil eləyək də saymaq üçün 0. S bərabər 0. Yazdıq. Sonra Belə eləyə bilərik ki, az götürərik, A-nın içində siyahı götürərik, if, for, in, if yazarıq. Sonra 12-yə qalığı 2-yə qalığı 0-dan fərqli olar da. Ola bilər elə. Ola bilər elə, məsəl üçün siyahıya çevirəsən inti. Hə, elə dedim, elə siyahı keçirib. Söhbət var. Bax, məsəl üçün int tipindən siyahıya birbaşa keçid yoxdur. Mən bunu siyah eləmək istəyirəmsə belə eləməliyəm. Qoyun yazın bax. Məsələn, B bərabərdir. List STR N. Yəni intdən siyahıya keçid budur. İndi deyirəm ki, print B. Olsun, gəl bu yolla eləyək. Len B olmalı deyil. Mənə say lazım deyil. Yox, mən sənə beyni göstərim ki, beyin necə olacaq. Hə. Aha. Edək, bu yolla edək. Okey, mənim üçün problem. Amma sonra o intliyi nəzərə alın siz. Bax, deyirəm ki, fərqi yoxdur. Belə bir ədəd daxil edim. Enter. Gördün mü dənə? Bu siyahının içindəkilər artıq istəyirdilər, int deyirlər. Aydında oğlum. Səsim getdi deyəsən. Bəli. Səsim Başa getmişdi, hə. İndi bundan yazın. Bax, bu dəfə bundan yazacaq. Fora daxil olmayacağım, while'a daxil olmayacağım. Okey, belə edək.
Ama siz bunun içində cütlüyü hesablayanda inti nəzərə almalısınız ki, bu int olmalıdır. Oldu, yəni bu STR-dir. Başlayaq. Gəl sırayla gedək. Deyənət, başlamısan, buna sən bax, bundan sonrakına Sübhan baxsın, sonrakına da Yusuf. Aha, başla Deyənət. Nə yazım? Yəni birinci yuxarıda yazdıqda deyəsən n bərabər input. Sonra Hı. Bunu sildim. List STR-in list elədim. Əlimizdə bir list var. Amma mən daha böyük rəqəm yazdım da, buradan sonra təkrarlanan buradan 1 çıxar. Olsun, bu olsun. 23, 45, 2. Buradan 1 çıxmalıdır. Nə STR yazmalıyam verir. Sonra burada? ikinci bir yaradaq yazaq. A bərabərdir. Aha. E for E in Gəl bir boş siyahı verək, Deyənət. boş siyahıda. Yox, boş Hı hı. siyahıda yox. İçinə həmin o siyahının içində mən deyirəm ki, yazaq ki E for E For for E E. in range-dədir. For E in range. Aha. B-nin içində gəzdə bir dəfə neynirsən ki, for E in B. Et. Hı. For E in B ilə. İndi sən B-nin içindən nələri atasan A-ya? Şərt qur. Əgər If int E 2-yə qalığı fərqlidir sıfırdan. əgər In int E cüt istəyirsən, sıfıra bərabərdir. Int hə, cüt i-nin demişdiniz. aha, int i-nin ISO. Burada şu inti İkiyə qalığı. eləməsən bu işləməyəcəkdi. Int i-nin 2-yə qalığı İkiyə qalığı. bərabərdirsə sıfıra. Sıfıra. Hı. Daha Bir də belə bir şey deyə bilərik. Belə bir şey və şərtdə elə bir ki tək rəqəmdə dediniz siz. Ona görə Tək rəqəm yox. ikinci bir Təkrarlanırsa dedim. təkrarım. Yəni B-də say nədirsə, say necə deyirdik B-də? Account, onda A.count i birdən böyük. A-da heç nə yoxdur, hələ A boşdur, B-dədir. B-də sayı B.count i Hə, böyükdür bir. böyükdürsə 1. İndi unikallıq lazımdır. Hərəsindən bir dənə götürəsən. İndi ona bir dənə də şərt qoy. Kəsişmələrinə baxırıq. Nə qoyasan şərti? A-da yoxdursa. Hələ ki A-da yoxdursa. Yəni A-ya bir dəfə atsın da, başa düşdün? Yox, sən tam keşkədir. A.count i bərabərdirsə 0. A-dakı sayı 0-a bərabərdirsə. Baxın uşaqlar, nə eləmiş olduq burada? Cütə baxdıq, okey. Sonra baxdıq ki, B-dəki sayı birdən çoxdur. Yəni təkrarlanan elementdirmi? Hə. Və A-da 0-a bərabərdirsə, yəni bu 2-ni bir dəfə atacaq. Amma ikinci dəfə 2-yə baxanda A-da sayı 0 olmayacaq, atsın. Onun sayı. Bildiniz? Atdı. İndi nə Mən eləsin? bir başa düşmədim ki, orada mən orada bir başa düşmədim ki, A-nın orada sayın olub-olmağın nə dəxlisi var ki? Bax, dəxli bilsən nədir? Bax, məsələn, burada bu rəqəm belə olsaydı. Bax, 2-yə baxır. Düzdür? 2-yə baxanda müxtəlif istəyirik axı biz. 2-nin sayını sayır. Sonra bu 2-yə baxanda bir dənə də sayır. 2 dəfə saymış olur axı Deyənət. Hə, Başa düşdün? hə. Əgər bütün şərtlər ödənirsə, A-ya append eləsin nəyi? İni. İyini. Aha. İndi mən nəyi çap eləməliyəm? Len B. A-ya append eləsin, B-yə len B yox. Len A. Alina. Len A. İndi run edək. Üç, 2'yi bir dənə təkrar olan element qıraq. İndi bizim çıxışımız nə olmalıdır? 2 olmalıdır. Düzdür buradan. Çünki
2 təkrarlanır, bir də 8 təkrarlanır cütlərdən. Hı -hı. Tamam. 2. Düzdür. İşləyir proqram. Proqramda sual olan var uşaqlar. Bunu zəhmət olmasa göndərə bilərsiniz qrupa. Yaxşı. Ctrl A, C. Göndərdim qrupa. Sağ olun. Müəllim, bir söz deyə bilərəm. Bəli. Bunu başa düşdüm, amma bunu elə listə çevirmədən də yazmaq olardı. Çünki mən sizinlə panel ilə yazırdım. Bir Bəli, dənə bəli kodda uşaqlar, yazdım. bir sualı müxtəlif yollarla yazmaq olar. Müxtəlif Mən əvvəl yollarla. A'ya Bayaq boş prosta siyahı vermək. Yusif də istəyirdi. Yusif də istəyirdi. Dəyanət də ki, bunu list metodu ilə də, yəni belə eləsinlər listə çevirməni. Forla verməsinlər. Mən Ona əvvəl nümunə A'ya olaraq boş göstərdim. A'ya Hə. boş siyahı vermək istəmədim əslində. Ayrı-ayrı vermək istədim. Bu listini dediyiniz kimi də, yəni bu mən. A'ya siyahı verməsən, unikallığın tapmayacaqdın, Dəyanət. Harda yoxlayacaqdın ki, A təkrar 2 təkrarlanır ya yox, necə? Siz boş siyahı verdiniz də. Sonra boş siyahı verdiyinizə görə axırda yazırsınız ki, if int, b count i and account. Yəni ayrı-ayrı. Onda necə yoxlayacaqdın sən? A-nın təkrar, məsələn 2-ni 2 dəfə yox, 1 dəfə atmağını necə eləyəcəkdin? Burada 3 dənə 2 var. Bunu 3 yox, 1 dənə hesablasın. Necə eləyəcəkdin onda? Onu belə eləyə bilərdin ki, onda da təkrarlanması. Tapla eləsən, məsəl üçün, hərəsindən bir dənə saxlayardı, amma onda da təkrarlanmayacaqdı ki. Hə, belə eləyə bilərdin ki, təkrarlananları yığıb, sonra tapla eləyib, hərəsindən bir dənə saxlaya bilərdin. Çoxluq eləyib. Yəni, çoxluqda hər elementdən bir dənə olur axı. Elə eləmək olar da tapla heç bizdə yoxdur. İndi gəlsin Sübhanın sualı. Sübhan, Bəli, müəllim, eşidirəm. daxil edilmiş ədədin ən Bir böyük saniyə rəqəmin yazdım. ən kiçik. Daxil edilmiş ədədin ən kiçik rəqəmini tapmalısan. Ən kiçik rəqəmini. Aha, Ən kiçik deyirəm. rəqəm. Demək, n Başlayaq. bərabərdir int input qoyduq. Daxil edilmiş rəqəmin ən kiçik rəqəm. Bizə bir dənə nəysə sıfırdan falan bir şey lazımdır. Bir dənə qoyaq. A qoyaq olsun. A bərabərdir 0 deyə fikirləşirəm. Bilmirəm axı nə Sən olacaq. fikirləşsən əslində. İndi Ən böyüyünü dediyim demirəm, ha, ən kiçiyini deyirəm. ən kiçik. Bir dəqiqə özüm üçün bir dənə ədəd götürüm fikirləşim. Ən kiçiyin. Aha, indi birinci rəqəmlərə müraciət olmalıdır. While n fərqlidir sıfırdan və yaxud da böyükdür sıfırdan. Eyni şeydir onsuz da. Q bərabər olsun n-in 10-a qalığı, n də bərabər olsun n-in 10-a tam hissəsi. Bu ədədlərə müraciətdir. Elə bil ki, bir-bir rəqəmlərinə müraciət elədim. İndi mən burada qoymalıyam ki, if A kiçikdirsə Q-dən, onda A bərabər olsun Q-yə. A sıfırdırsa bütün rəqəmlərdən kiçik olacaqdı onsuz da. Hı? Necə? A sıfır qoymadın, A-nı sıfır vermədin qiymət olaraq. Aha. A sıfırdırsa zaten bütün rəqəmlərdən balaca deyil. Yox, elə bil ki, belə deyim də, istəyirəm ki, ədədin rəqəmin bir-bir arası, məsələn üçün də tutan nümunə deyəcəm. Bildim, məsələn 8 oldu. Hə, de. Yaz. Yaz. Məsələn, tam ki 574-ü götürdüm də mən. Bu bir-bir Aha. gəlsin, məsələn, birincidə A bərabər olsun Q-yə, sonra A bərabər olsun 4-ə, daha doğrusu. Sonra elə bil ki, A ilə 7-ni A 4 müqayisə olmur, edir. Q 4 olur. Yox, A-nı da Q-yə bərabər edinəm axı. Yo, A şərti nətərdir? A kiçikdirsə Q-dən. Hə, 0 kiçikdir Q-dən. A oldu Q. A oldu 4, hə, sonra Ondan sonra 4 ilə 7-ni müqayisə eləyəcək. Bir dəqiqə bizə ən böyük lazım idi, ən kiçik. ən Yoxsa. kiçik.
Ən kiçik. Sən bundan ən böyüyü tapırsan. Bir dəqiqə, onda A'ya 9 qoyum mən. Ay sağ ol. Всё. Düzəldi işin. Vəssalam. İndi 9 qoysan tərsinə düşünməliydin də. A İndi kiçikdir 9 8-dən böyükdürsə A2. bu belə Vəssalam. olsun da böyükdür olsun. Yo, A niyə ki? böyükdür birdən. Gəl belə eləyək. Q kiçikdirsə A-dan. Belə edək bəlkə. Onsa eyni şey deyil, A Hə. böyükdürsə Q-dən. Q Onda da A kiçikdirsə böyük- A-dan, A A bərabər olsun bərabərdir Q-yə. Q-yə. Sonra da bizdən də print A-nı çap eləyəcək deyə düşündüm. Bəli. Print A edəcək. Onda mən Yoxlayaq. əvvəl dediyim ən kiçiyi tapırıq da. Məsələn, 5756 yazaq. İki olsun qoyuram. Hı hı, Şimdi olsun buradan ki, 2-ni çap eləməlidir bizə. 2-ni verir. çap İşləyir. edin. İşləyir, bəli. Aha. İndi bircə saniyə, bir dənə suala baxım sizin üçün. Yusif, deməli neyniyəsən? 2 dənə ədəd daxil edilir. Yusif eşidir bizi. Yusif buradasan? Bəli. Hə. 2 dənə ədəd daxil ediləcək. Bu ədədlərin rəqəmləri sayı eyni olacaq. Məsələn, hər ikisi 4 rəqəmlidir. Okay. Deyir ki, əgər bu ədədlərin bütün rəqəmləri eynidirsə, yes olsun. Əks halda no olsun. Yəni, məsəl üçün, 3221 düzdür. Bir dənə run edeyim bunu yalandan rəqəm göstərmək üçün. Məsəl üçün, 3221 ilə 1232. Belə. Başa düşdün, eyni tərkiblidirmi? Bunu yoxlamalıyıq. Nə yazarıq? Birinci ayrıca 2 ədəd almaq lazımdır. Hə, 2 dənə input lazımdır. Bəli. Input. Bəs məsələn, orada yoxlamalıyıq ki, bunlar eyni sayıdırmı, yoxsa eyni sayı deyilsə no falan Yox, verilməlidir. onsa şərt özü deyir ki, eyni rəqəmlidir. Rəqəmlər sayı eynidir. Şərtdə verir buna. Ehtiyac yoxdur. Yoxlamağa. Burada şey demək olar. Əgər ki, bütün rəqəmlər eynidirsə, ikisinə sort eləsə, yəni eyni ədəd alınmalıdır. İnti Olar. sort edə bilərsən ki, Stringə çevirib sort edə bilərəm. string sort olur, Məsələn- yoxsa list sort olur. Listə Yəni çevirək. özüm yoxlayım, bura görmə alınır. Gəl list eləyək. N bərabərdir. İstir. İstir N. List. İstir N. N bərabərdir. List. İstir M. Okay. Aha. Sonrasında nə edək? Sonra bunları Sort edək ikisində dedin. mən məsələn if sorted A bərabər sorted B desə, onda yes Sort olacaq. eləməyək də, sort eləyək. Sort dəyişmir axı. Necə? Sort dəyişmir ki. Dəyişmiş kimi göstərir.
Aha, elədik sort. Onda soru olacaq. If n bərabər bərabər b-dirsə, print yes, else print no. And yes, else it's no. İndi run edək. Mhm. Yes, işlədi. Bir dənə də no-nu yoxlayaq. Mhm. Yenə yes Yəni, verdi axı. Hər ikisinə yes verdi. qoy baxım. N-lə M-i burada non kimi göstərim. Dəqiqə bura print eləyim. Bir dənə print eləyim də N. M. Print eləsin. Non-dur deyin. Bax. No, no. No, niyə oldu ki? Hı. Görmür də bunu. Belə bu formada. Mən sizə dediyim başa düşdünüz nə idi uşaqlar? Gözləmədiyiniz problem ala bilirsiniz bu metodla. Bildiniz? For while'dan olmayanda. Yəni proqramı yazdınız, deyirsiniz ki, bu proqram niyə işləməsin ki? Nə problemi var ki? Siyahıları oxumur. STR-dən keçəndə keçirt eləyir. Yaxşı. Gəl bəlkə bunu dövrə salaq. Int m STR eləyək gəl. STR n. İndi gəlin. Forla gedək. Bizi forla get müqayisə elə. Yəni hər birinin bir indeksi ilə, indeksləşəməklə. For i in range sıfırdan len a'ya qədər geçsin. Hı. İndi şərti necə qoymalısan? Burada sizə bir şey öyrədəcəm. Mən yazdığım kodda iş oldu axı mən. Mən yazdım da niyə olmadı? Niyə nədim ki mən? Deyək, kamera açım göstərim. At mənə göstərin burada. Oldu benim. Hı. Baxın uşaqlar, sən indi 0 verəcəm. Görsünüz. Bu bir metoddur. Bunu çox yerdə istifadə edə bilərsiniz. Bu formatı. Və S-ə 0 verəcəm. İndi deyəcəm ki, dəyişiklik olmasa, yəni axıracan dəyişiklik olmasa, nə etsin? Amma yox, ikisi də eyni getmir ki, paralel getmir ki, sort eləməli idi orada. Atdın Yusif. Bəli. Saniyə. Sən input eləmisən də, intdən daxil eləməmisən. Bəli. Axı sənə daxil edilmiş 2 natural ədədin deyir, ədəd kimi daxil eləməlisən axı.
Bildin? Bəli. Müəllim, bunu bir dənə fikrim var, deyə bilərəm. Buyur. Elə bir ki, bizə lazımdır ki, məsələn üçün 1234 da olsa, məsələn 3241 də olsa tutalım ki, rəqəmdən eynidirsə, burada yes-i çap eləsin də. Bunu Aha. belə yazmaq olar ki, məsələn üçün A ilə B-ni input eləsək, bir dənə də def versək. Def də bunun ədədlərindən, rəqəmlərindən müraciət edib axırda elə ki, cəmləsə. Sonra da ən axırda müqayisə eləsək də, məsələn üçün A-nın rəqəmləri cəmi ilə B-nin rəqəmləri cəmi eynidirsə, demək eynidir. Düz deyil axı. Olmaz. Düz deyil. Məsəl üçün birində 2 dənə 1 var. Bu 1234-dür, düzdür? O Aha. birisi 11000 11030 yox. 11134-dür. Axı dedik şərtdə Bunu nə eyni verəcək? rəqəmli. Eyni rəqəmli. Bəli. Yox, yəni məsələn 4 rəqəmlidir, sonra birisi də 4 rəqəmli. Bunu Ha, siz olsun da dediniz. eyni rəqəmli olsun. Məsəl üçün biri 1234-dür, o birisi 1144-dür. Hə, anladım. Olmayacaq onda. Yox. Qoy STR-i belə sort eləyək, görək STR-dən sonra list eləməmiş. Biz mütləq başda yazanda bayaq dediniz, n bərabər A olsun da. A bərabər int input yazmalı. Int yazmasaq olmaz. Elə birbaşa A Yox, bərabər input əgər yazaq. daxil edilmiş ədədin deyirsə int-dən verməlisən. Nə deyirsə onu daxil eləməlisən, düzgün olsun deyə. If belə STR eləyəndən sonra eləyə bilərik işi. Sorted, n.sorted. Hmm. Print yes. Yes. No. Run edək. Mhm. Sən STR-i necə eləmişsən ki, işləyibsən də? Burada deyir ki, STR olmur axı. Məndə Hə, səndə bu necə işləyir? İşlətmisən bunu? bəli, işlədi. Məndə nə Başqa işləmir? güzel bir şey düşündüm, bəlkə anlar. Birinci, məsələn, def digits n verəcəm. Orada B adında bir list əmələ gətirəcəm. While n böyükdür bərabər 0 olanda, məsələn, B bizim listimizdə b.append n faiz 10, n böl 10, sonra Mhm. return sorted B vermişdi ya list ora. Mhm. Sonra bunu yazandan sonra A və B-ni yazacağım. A və B-ni int olaraq input edəcəyim. If məsələn digits A məsələn bərabər digits B olsa yes olacaq. Else olsa else-də nə olacaq? Mən bir şey başa düşmədim. O dediyindən eləmiyorlar. Bax burada sən də yazmısan, mən də yazmışam. Niyə səndə oldu, məndə olmadı ki? Mən int yazmamışdım axı başına. Aşağıda string şeyində yazmamışdım. Ümumiyyətlə, sortut səndə inputla işləyib, eyni şeylə və sənin yazdığın enisi deyil bu bala. Hə?
Mən məsələn siz orada n.sort yazmısınız, yəni fərq olaraq. Mən sorted n yazmışam Murtaza 2-də. Başqa fərq yoxdur. Siz nə eləmişəm mən? STR eləyib siyah kimi eləmişəm. Bu siyahının sortudur axı. Hə, mənim səhvimi tapdıq. Mənim səhvimdir. Hı hı hı. İndi yuxarıda niyə n-ənimə int input vermədi? Yaxı ədəd demiş. Yo, int eləyəcəm indi. Mən Yusifin proqramına baxırdım ki, bu niyə məndə işləmədi. İndi vəbşi işləyəcəm ümumiyyətlə. Bir saniyə. Mən siyahı yazılışı ilə yazmışam. Int input. İndi deyirəm ki, n bərabərdir. İstəyir n olsun. İndi olacaq. İstəyir n. Bir dənə no ilə bağlı baxaq. Bir şey oldu. Hə, belə yazanda sorted n. Bu n STR-in görürdü. Amma n.sorted siyahı nə edir? Mən də burada STR eləmişəm axı. Ona görə onu siyahı formasından yazmalı değildim. Səhv oradaydı. Vəssalam, indi oldu, düzdür. Belə. İndi keçək bir sonraki suala. Kimdədir sıra? Mən də. Mən sizə şəkil atmışam, bir dənə baxın sizdə. Hı. Düzdür. Düzdür. Bu daha qəşəngdir. Atarsam bunu qrupa. Bu daha qəşəngdir. Oldu mu? İndi bir saniyə. Mən bir də ev tapşırıqlarına baxacağıq. Ev tapşırıqlarına 6-cı günlər baxacağıq. Nəyə görə? Çünki 6-cı gün özünüz gördünüz də iş yarım saat çəkmədi testlərin izahına baxmanız. Bu günlər ancaq kod yazacağıq ona görə. Başa düşdüm. O dərsimiz boşuna getməsin də, tez qurtarmayaq orada. İndiki sualımız nədir? Daxil edilən natural ədədin rəqəmlərindən kvadrat ədədlərin sayını çap edən proqram. Yəni, natural ədəd olsun, onun rəqəmlərindən hansılar ki, kvadratdır, onların sayını çap eləsin. Məsələn, bir ədəd demək sözlüyü, məsələn, bir ədəd götürək. Məsələn, 1296. Burada bir də kvadrat ədəddir. 9-a kvadrat 9 da. ədəddir. Hə, bunların sayını çap eləsin. Demək, birinci verərik n bərabər int input. Aha. Sonra A verə bilərik boş list kimi. niyə list işlədirsən ki? Sual nəyə başa düşmədim? Nə? Sual nə idi? Rəqəmləri tap, yoxla ki, hansılar kvadrat ədədlərdir. Kvadrat rəqəmlərdir daha doğrusu, ədədlər yox. Sayın tapacağız da. Bax, məsəl üçün, tutalım ki, tam ki 8423 verib. Burada bir dənə kvadrat olan 4-dür. Düzdür? Yaz, Bəli. çap eləsin ki 1.
Və yaxud da məsəl üçün 1156. Burada 2 çap eləsin. 2 dənə kvadrat olan ədəd var. Ədədin rəqəmlərini tap, başda davamı gələcək. A bərabərdir 10, A-nın 10-a tam hissəsi. Rəqəmə hilə tapırdıq. Dənət hardan daxil olun? Birinci sayğac qoy. Aha, rəqəmi necə tapırdıq? Bayaqdan necə tapırıq rəqəmə necə müraciət edirik? Oradan başlayırıq birbaşa. Nə qoymalıyıq? Dövr. Dövr necə While. qoyuruq Dənət? Aha. While nə? Şərti nə olsun dövrün? A böyük sıfırdan. Aa, yox da en. Yazmış burada. En böyükdür sıfırdan. Aha, sonra. İndi de. Bayaq dediyini qalıq məsələsini necə yazım? A bərabərdir A-nın 10-a tam hissəsi. Yox. Birinci qalıq. İndi burada N-in 10-a tam hissəsi olacaq. Enin onu qalığı. En bərabərdir. Enin ona tam hissəsi. Aha, bununla bağlı bir dənə prezentasiyam var. Ədədin rəqəmlərinə müraciət. Dərsdən sonra yadıma sal, birdən yadımdan çıxar, onu atacağım sənə. Oldu? Yaxşı. Aha, sonra en ona qalığı. İndi şərtinidir. Əgər ədəd nədirsə, If bayaq N buna oxşayan biri bərabərdir. yazmışızsa. En yox. Qalıq ədəd hansıdır? A-dır. Rəqəmlər onlardır. Ədəd deyəndə rəqəmlər də. Ədədin rəqəmləri A-dır burada. Əgər A nədirsə, bayaq bunu oxşarın yazdığı sadə rəqəmlərdə. Şipan yazdı. A in N olacaq. Yox, A-in bir siyahı açacağıq. Onun içində kvadratlar olacaq. 1, 4. Siyahın başda aça Başqa var? bilməzdik. Nə? Siyahın başda aça bilməzdik. Mən bayaq başda siyahın demişdim açmağı. Sən Bax, boş bax. siyahı demədin Sən başda. Ləman, Sən başda elə bir boş siyahı dedin. Olsun, A-nı açaq. A-dan nə çəkmirsən? Deyən görə W olsun. W olsun nə? 1, 2, 2 yoxdur axı. 9. 4 olacaq. 1, 4. Aha. Olsun. İndi nə yazaq? A in W. Hı. Print A. Nəyi sayırsan ay balasan? Nə sayırsan dənə? Sayın. Aha, necə sayarsan sayın? Lena. Yox, yox, yox. Bax, saymaq üçün nə qoymuşuq burada? Sayğac. S bərabər 0. Aha, indi S-i nə etməliyik onda? Nə yazmalıyıq? Bir şeyi necə sayarsan? S plus 1. Aha. S plus 1. Все. Print nə? Lena. A-dan əl çəkməndə. Lena, A nədir ki onun L-nin sayısın? A-lıq burada bir şey var ki. Print N onda. Ədədin rəqəmlərinidir. Biz nədə saydıq? Saydığımızı saymalıyıq da. Çap eləməliyik. Nəyə saydıq? Print N. S. S Sayğacımız sayğacı budur. deyil. Hədə sayğacı çıxartmalıyıq da. Biz say istəyirik. O rəqəmin sayını istəyirik. Bax, indi. 3, 4, 5, 1, 1. Nə qoyum? 4 var idi. 9. Buradan nə olmalıdır? 1, 4 çıxmalıdır da. 4. Yəni ki, bax, n daxil etdi, rəqəmi daxil etdi. S-i qoyduq ki, burada 2 dəfə S bərabərdir, S plus 1 eləyəndə nəyin üstə gəlsin? 1-i, 0-ın üstünə gəlsin. W-nuz dedik ki, burada yazaq ki, bu hansıdır? Kvadrat olan ədədlərdir. Sonra gəldik, nə qədər ki, n böyükdür 0-dan. Aha.
Ədədin sonuncu rəqəmini tap. A, ədədin sonuncu rəqəmidir hər dəfə. Yəni bir-bir sonuncu rəqəmləri taparaq ədədin başına qədər gedirik. N də bərabərdir N-in ona tam hissəsi. Bu da o deməkdir ki, sonuncu rəqəmi at. A-da sonuncu rəqəmi tapdıq, N-də sonuncu rəqəmi atdıq. Getdi. Sonra o birisi dövrdə yenə sonuncunu tapırıq. Sonra yenə sonuncunu atırıq. Keçirik yəni o biri rəqəmə. Sonra deyir ki, əgər A W-nun içindədirsə, yəni bunlardan biridirsə bu sonuncu rəqəm. S-in üstünə 1 gəl. Yəni say, bir dənə də artır. Aşağıda da bizə nə lazımdır? S özü lazımdır. Yəni bizə lazım idi ki, neçə dənə kvadrat olan ədəd var. Aydındır? Yəni Hı, Müəllim, bir dənə söz deyə bilərəm. buyur. Buradakı məsələn bu hissə var ya, if A in bərabərdir W yazdınız da, W-ya Aha. da kvadrat ədədləri yazdınız. Məsələn üçün mən belə deyim də sizlə paralel yazanda burada belə yazmışdım. If belə deyim də ədədə Q dedik də deyəsən Q bərabərdirsə 4, Hı. or Q bərabərdirsə 1, bir də or Q bərabərdirsə Hə, 9. yaza bilərsən. Belə yazmaq olardı. Olar, olar. Olar, problem deyil o da. Məsəl üçün, mən sizə niyə belə yazdırıram adətən? Daha belə punktifit olsun da, yəni belə daha sağ, daha rahat olsun deyə, daha bala yığcam, belə deyim, olsun deyə yazdırıram elə. Belə də yaza bilərsiniz. İmtahanda, nə bilim, belə bu da heç bir səhv yoxdur, belə yaza bilərsən. Heç bir problemi yoxdur yazmaqda, yəni o qədər uzun deyil məncə bu da. Necə? Import məsələn. Import məsələn kökatda lazım olur. Məsəl Kağıtdan üçün. tapdıq məsələn B N-in kök altındadır da. Sonra Hı. əgər B vur B N-ə bərabər olsa təzədən, onda say bir dənə artırır. Bu da olar. Üstü kvadrat kökatda 0,5-i bərabərdirsə type olaraq intə o da olar. Yəni bir şey bir çox formada yazmaq olar. Yəni bir şeyi kök altına salarsan, üstü 0,5. Düzdür? Kök altına salmaqda o da. Məsələn A bərabərdir n üstü, məsələn bu A n deyil. Məsəl üçün n üstü 0,5. Sonra deyərsən ki, if type A bərabərdirsə intə. Amma int olmayacaq ey usta. Int olmayacaq. Sən demiş int ona bərabərdirsə. Int A bərabərdirsə həmin o tapdığın n-ə. Çünki onsuz da float çıxacaq. Yəni tam ədəd çıxsa da float formasında çıxır kök altından. Aha, inti özünə bərabərdirsə, yəni orada just nöqtəyə sıfıra filan baxmır. Bərabərdirsə üstünə 1 gəlsin, o da olar. Bir çox yollarla eləmək olar, fərqli üsullarla, eyni proqramı. Aha, bir sonraki Mənim sualımız. növbəyimdir. Aha. Aha, bir saniyə başlayayım. İndi baxacağıq ki, daxil edilmiş ədədin palindrom olub olmadığını tapan proqram. Bir Yəni ədəddir. tərsdən də Palindromdursa, tərsdən də düzdən oxunanda, baxan düzdən də oxunanda eyni eyni olsun. olmalıdır. Aha. İndi bunu STR-dən eləmək daha qısadır. Yəni səhvsizdə işləyir. STR-dən eləyə bilərsən. Deyim də mən birinci ədəd daxil edək. N bərabərdir int input. Natural ədəd daxil edirik. Sonra bunu STR-ə çevirək də. N bərabərdir STR N olsun. N bərabərdir STR N. Sonra yazaq ki, if N bərabər yox, bir dənə də belə bir şey deyim. Bir də bunun tərsini almalıyam mən. A bərabərdir, A bərabərdir. Bunun tərsini də almaq üçün o mötərizədə var idi. 2 dənə qoşa nöqtə qoyduq, -1. Hə, bunu deyirəm, -1. Elə bir ki, bunun tərsini alınır da. Aha. If dəqiqə n bərabərdirsə A-ya print yes. LCD-də no olsun.
No. İstəyəcək yəqin ki. Yes. Bir dənə no yoxdur ya. No. İşlədir, düzdür. Müəllim, bunu elə ədədin rəqəmlərinə biraz uzun olsa da, ədədin rəqəmlərinə müraciət edib də elə bərabərləşdirib tapmaq olardı. Sən bunu niyə o yolla yazmadım? Çünki orada belə yenə istəyir eləməlisən. Niyə? Tapandan sonra üst-üstə gələndə yanaşı yazsın deyə. S bərabərdir. Məsələn, I plus S yazmalısan, tərsinə yazsın deyə. Ha, aydındır. Orada da yenə STR eləməlisən onsuz da. Yəni axır əvvəl bunu STR-ə gətirməlisən. STS Ha, demək olur da. Necə? STS məsələn belə demək olar. Ona Eni vuraraq almışam. eləmək olar bəlkə. Bəli, ona vuraram. STS-də Məsələn, ona vura-vura gətirə input-una eni bilərsən. aldım, Künü sonra tapıb ə, hər dəfə A-dan ona vuraraq üstünə də künü gələ bilərsən. Düzdür? bəli. Aha, bu da belə. İndi Yusifin sırasıdır. Aha. Ədədin sadə olub olmadığını tapaq Yusif. Ədədin sadə ədəd yoxsa mürəkkəb ədəd olub olmadığını tapaq. Nə deyirsiz? Yusif. Bəli. Hə. Başlayaq. Biraz köməkləyəcəm, çünki biraz uzundur. Need input. Ə, Count 0 verə bilərik. Nə? Count 0. Count bərabər 0. Niyə? Çünki sonra if-i götürərik. 2-dən balaca. N-i 2-dən balaca götürərik. Deməli, ədədin sadə və ya mürəkkəb olduğunu yoxlamağı. Ha. Hə, Hə, 2-dən oradan başlamaq. Çünki onsuz da onu yazacağıq indi. İndi deyəcək ki, if n bərabərdirsə 1-ə. burada yaz olmalı deyildi. Yox. S bundan sonrasıdır. Ədəd. bir də S şərtinə burada başlayır. 2-yə bölünürsə mürəkkəbdir. Else yazar for in range Hə. 1 bir də n plus 1. For in range. Mötərizə 1 bir də n plus 1. N Olabilir. plus 1 ehtiyac yoxdur. Çünki n olanda n'i götürmürdü. Onsuz da sonuncunu. Ha, Elif'i yazmışsınız yuxarıda. Ha. Aha. 2-dən n-ə qədər. Aha, götdük. Sonra nə edək? N'in i'yə qalığı 0-a bərabərdirsə yaza bilərik if. If-in i'yə qalığı Hı. 0-a bərabərdir. Aha. Nə olsun? Nə etsin? Sayı olsun count bərabər count plus 1 ola bilər yoxsa yox. Burada elə bunu belə eləyək. S-i 0 verək gəl. Hə? Əgər belə olsa, S-i dəyişib eləsin 1. S-i dəyişsin 1. Bizə nə fərq var ki, 1 dəfə bölündü, 5 dəfə bölündü. Elə deyil. Aha. Aha, for öfür if S bərabər 2 olacaq. Ha, 0. s bərabərdir 1-dirsə print ədəd mürəkkəbdir. 0 olanda sadə olacaq. Else-dən yəni. Bəli.
Niyə burada şey işlətmədim? Else. İşdə bilərdik də əslində S bərabər 0 yazmasaydıq, təkcə else yazsaydıq ifin altına elə olardı da. Kim dedi onu? Yusif yoxsa Dəyanət? Səsinizi qarışdırıram. Dəyanət. Mhm. Çünki sən nəyə görə? Burada məsəl üçün M1 oldu, düzdür? Print ədədlə mürəkkəbdir, nə sadədir. Düzdürmü? Sonra elfi else getməyəcək də if doğrudursa, düzdür Dəyanət? Bəli. Və S dəyişməyəcək, S0 qalacaq. Gələcək bura S1-dir, yox. Əks halda print ədəd sadədir. Yəni biri sadə kimi çap edəcək həm də. Bildin necə? Bəli, bəli, başa düşdüm. İndi burada da onu eləyə bilər əslində. Niyə? Çünki ədəd dəyişməyəcək axı. İndi burada bir problemimiz olacaq, onu görəsiniz. Hardadır bu? Harda iki dənə bərabərin birini bir dənə bərabər qoymuşam. Harda? Ha, burada. Ifdəyiz. Hı. Aha. İndi baxaq problemimizə. Bax, problem olacaq indi. Görürsünüz? Ədədlə mürəkkəb nə sadədir. Hətta çünki orada ifi S bərabər 1 verdik. De orada verməzdik. 1 götürərdik. Yuxarıda, lap yuxarıda götürərdik ki, 2-dən kiçik. 2-dən kiçikdirsə nə sadə, nə mürəkkəb yazardıq. Mən belə onu eləyə dedim. bilərik. Sayğa Burada esi dəyişə də bilər. Mən belə eləm adətən. 3. Burada da bir dənə eləyirəm nəsə bir şey. Ki, mənə problem yaratmasın. İndi olmayacaq. Mənlə razılaşarsınız ki, bunu demək olar ki, mən yazdım, düzdür? Ona görə Yusifə biraz başqa cür rəsm verəcəm. Bunu göstərdim sizə, kömək dediyim sizə buydu. İndi Yusif, sən mənə bir sən nə eləyəsən? Bunun üstündə dəyişiklik eləyəsən. Sən mənə nə eləyəsən? Ədədin nə olsun? Siyahıdakı ədədlərdən neçəsinin sadə olduğunu saysın. Yəni bir daxil edilmiş siyahıdakı ədədlər var. Onların neçəsi sadədir, onu saysın bizə. Sadəliyə baxdıq necə olur. Necə edərik onu? Bəlkə üçünüzdə yazasınız ayrı-ayrı. Mənim bir dənə sizə sual soruşsam olar. Hı. Bu kodla bağlı. Bir dənə aşağı Bəli. gələ bilərsiniz bu koddan. Bəli, Ee, gəldim. Bir dəqiqə deyəcəm. Hə. Bu hissəsi mən anlamadım. Buranı. Aha. Burada deyirəm ki, 2-dən başlasın ədədin özünə qədər. Yəni biri də almır, özünü də almır. Çünki ədəd sadə də olsa, mürəkkəb də olsa həmişə 1-ə və özünə bölünür də onsuz da, düzdürmü? Bəli, bəli. Sonra deyirəm ki, məsəl üçün, əgər ədəd 2-yə bölünürsə, i artacaq da belə 2, 3, məsəl üçün 21-dir, məsəl 17-dir. 2-yə, 3-ə, 4-ə, 5-ə, 6-ya, 7, 8, bir-bir sayacaq. Bölünürsə, tam bölünürsə, bura tam bölünməni göstərir. Esi dəyişsin eləsin 1. Yəni Ha, bunlardan aldım, birinə aldım. belə bölünsə, es dəyişəcək. 3 dənə olmuş olacaq da. Yəni həm birə, həm özünə, həm də başqa bir ədədə. Aydındır. Başa düşdüm niyə görə. Belə olmuş olacaq. Yəni ki, ədəd nəyəsə tam bölünmüş olacaq deyə. Yox, burada onsuz da 1 ilə n qoymuşam ki, özünə ya da n-ə bölünməsin də, bildin? O ehtimalları çıxartmışam aradan. Başa düşdüm Burada mən. nə, Başa düşdüm. hə, liboy bir şeyə bölünsə, istənilən bir rəqəmə bölünsə, tam. S dəyişəcək. Yəni S 0 qiymətində qalmayacaq. S sona qədər dəyişməyibsə, deməli bu ədəd sadədir. İndi siz üçünüz də ayrı-ayrı mənə yazın ki, bu kodu. Daxil edilmiş siyahının ədədlərindən neçəsinin sadə olub olmadığını, sadə olduğunu tapsın. Olmadığını, yox, olduğunu. Neçəsi sadədirsə hesablasın, sayını tapsın. Oldu, gözləyirəm. 3-4 dəqiqə vaxtınız var.
Yazın mən də bir dəqiqə gəlim. Yəni özümüzdən ədəd siyahı daxil edə bilərik. Bir ilk də başda siyah yaza bilərik özümüzdən. Yazdınız uşaqlar. Mənə 1-2 dəqiqə vaxt verin, zəhmət olmasa. Tamam. Göndərməm. Bəli. Göndərdim kodu. Göndərdi səhvə. Deməli, hazır siyahı vermisən. Siyahını daxilləsən daha yaxşı olardı.
Sonra hazır siyahıda gəzmisən. Mən başda soruşdum sizdən ki, əvvəldə siyahı qeyd edə bilərəm. Siz demədiniz, mən ona görə daha yazdım. Hə, daha eybi yoxdur, problem deyil. Amma siyahını daxil etməyə əzbərlə. En böyükdürsə birdən. En böyükdürsə birdən. Bərabərdə 0. En plus bir də x 2-dirsə, yəni sadədirsə, üstünə, sən birdən başlayıb özün də götürmüsən. S bərabərdir S plus 1. Sadələrin sayı. Düzdür. Düzdür. Sonra kim göndərir? Sübhan Yusif göndərmişsiniz. Yusif. Müəllim, mən hal-hazırda göndərirəm, amma yəni səhvin çıxma ehtimalı var da, yəni əmin deyiləm. Ay göndərir. Yusifin səsi niyə gəlmir? Yusif çıxıb. Bəli. Yusif çıxıb arada. İndicə buradaydı 1-2 saniyə var. Nəsə Yusuf getdi. Yusufan da atsam. Oradakı inputun bir dənə mötərizəsi bağlanmayıb. Appını verəmsəm anı. Aha. Düzdür. Burada ikisində K işlətməyəydin də, gərək for K in range eləm səni. Onu K işlətməyəydin də, məsələn, başqa bir şey Üzr qoydum. T qoyuram bir dəqiqə. Hə, Tez elədim, mən yazmışam öz deyim. aləmdə T elədim onu. T in range. T'nin 0'a bərabərsə S bərabərdir 3. Burada da burada məsələ bilsən nədir? Bax, burada qəşəng gəlmisən bura qədər. K bərabərdir yazmısan, K plus 1. Burada yaxşıdır. Burada bax, bir dənə forun altından sən yoxlamalıydın ki, əgər S 3-dürsə, K-nın üstünə bir dənə də gəlsin. Bildin nətər? Dəyişmir. Və yaxud da S bərabərdir 0-dırsa. Yəni S dəyişməyibsə, bildin? Hə, bildim. K-nın üstünə bir də gəlsin, belə. Dəyənətinki də qəşəkdir. Dəyənət onu göndər də, zəhmət olmasa Sübhana. Dəyənət də qəşək yazıb. Aha, Yusif də göndərdi. Yaxşı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər idi. Məncə ilk dərs üçün kifayət qədər yaxşısınız. İlk başlayan uşaq üçün yaxşısınız birinci günə görə. İnşallah gələn dərslər daha yaxşı olasınız. Gələn dərs görüşərik. Hələlik sağ olun. Sağ olun müəllim. Evə nə arada bir yazdım? dənə- Evə nə verdiniz? Evə 10 dənə kod göndərəcəm. 10 dənə kod göndərəcəm. O kodları Aha. yazarsınız, zəhmət olmasa həm. Bir də ki, videoya baxan şagirdlər, yəni öz şagirdlərindən gedir söhbət. Altına kod olaraq yazsınlar ki, Python. Bir də öz baş hərflərini yazsınlar. Necə Biz yəni görün, YouTube'da paylaşdığınız videoda Python kod yazar? Anlamadım. Yox, elə yox. Sizə aid deyil. Mənə deyirlər ki, müəllim, baxmışıq videoya. Amma baxmırlar. Ona görə deyirəm ki, altına yazsınlar Python və öz adlarının baş hərflərini. Görüm həqiqətən baxıblar, əgər videoya baxdılarsa. Sağ olun. Oldu mənim sağ ol. Sağ olun müəllim. Sağ ol.